Hər salam dostlar. Mən anket paylaşmışdım. Yəni anket paylaşmışdım ki, sabah hansı videonu çəkim. Gerçək həyatda Iron Man yoxsa Roblox? Anketin qazanı gerçək həyatda Iron Man olmaq olar oldu. Onun üçün bugün gerçək həyatda Iron Man olmaq olarmı haqqında bir video çəkəcəm. İndi gerçək həyatda yəni Iron Man olmaq olmaz. Amma həm də olar. Amma əgər söz əsl Iron Man-də, bəlkə bir dənə Iron Man-də gedirsə, bunda olmaq olmaz. Amma hər belə məsələn uçan şey olarsa, onda ola bilər. Məsələn Alex isimli birisi Iron Man zırhı üstündə çalışır. Sonra bir dənə Türkün özü elə Iron Man zırhı yaradıb 3D yazıcısı ilə. Atış atan yaxşı bir Iron Man yaradıb, amma heç biri bəyənçi deyil. İndi deyirəm nüşün gerçək həyatda Iron Man olmaq olmaz. Birincisi dostlar, zırh. Təchizatda zırh. Çünki məsələn bu qədər texnoloji, bu qədər alətin olduğu bir zırhı, silahın olduğu bir zırhı bir insan və o qədər dəmirli bir dənə zırhı bir insan daşıya bilməz. Yəni bu qədər ağırlıqda bir dənə zırhı insan daşıya bilməz. İkincisi uçuşdur. Uçuş deyərkən dostlar bir dəqiqə. Uçuş deyərkən nə deyirəm? Bu qədər dediyim kimi bir dedim, bu qədər ağırlıqda bir dənə zırhı, bir dənə uçur olmaq, gəzdirmə olmazdı. Yəni bu da eyni o kimidir. Bu qədər balaca iticlərlə zırhı qaldırmaq, havada süper sürətlə qaçmaq, süper səssiz sürətlə qaçmaq nə deyim? Uçmaq olmaz, imkansızdır. Üçüncü, o Tony Stark'ın ak reaktörü var ha. Onu yani mucizedir. Yani onu yaratmak bile bir mucizedir. Sonra dördüncüsü dostlar bir dakika. Dediğim gibi zırhdaki ak reaktörü hazırlama olmaz. Dördüncüsü şeydir. O kadar yapay zeka, teknoloji. O Tony Stark'ın istifadə etdiyi teknoloji günümüzdə o qədər artmayıb. Yəni o qədər yüksək deyil, zəif modeldir. Amma bəlkə gələcəkdə texnoloji o qədər yüksələr, Tony Stark'ın texnolojisi qədər olar. Bəlkə onda həm bəlkə bir də Iron Man zırhı yaratmaq olar. Sonra dediyim kimi, yəni gerçəkdə Iron Man zırhı yaratmaq olmaz. Amma bunu bacaran bəzi insanlar var. Onlar çoxu bu Iron Man zırhını yaratmağa bacarıb.